Yazdınız. İndi gəlin bir də təkrar edək. Məktəbə qədər təhsil haqqında qanun nəyə əsasən hazırlanmışdır dedik? 94-cü maddənin 1-ci hissəsinin 1-ci bəndinə əsasən hazırlanmışdır. Buradakı 3 əsas məqsəd, birinci məqsəd nə oldu? Uşaqların hüquqlarının təmin olunması, ikinci təhsil prosesi iştirakçılarının hüquqlarının təmin olunması, üçüncü bütün bunların dövrün tələblərinə uyğun şəkildə. Yəni dövr nəyi tələb edirsə, biz də ona razı olmalıyıq. Tərbiyəçi müəllimin vəzifəsi nədir? Hə, Nurani müəllimə, vəzifəsi nədir tərbiyəçi müəllimin? Uşaqların məşğul olan təhsili necə olmalıdır? Ali təhsili ola bilər, orta təhsili ola bilər. Bəs metodist təhsili necə olmalıdır? Mətanət müəllimə, metodistin? Ali də ola bilər. Bəs orta təhsil ola bilər mi metodist? Yox, ola bilməz. Müdürlər ola bilər mi orta təhsildə? Ola bilməz. Düz, logoped, defektolog ola bilməz. Hamısı ali təhsildə. Bir dənə tərbiyəçi müəllimələr həm ali təhsildə ola bilər, həm də orta ixtisas təhsildə ola bilər. Aha, indi deməli, təhsillə təlimin fərqini öyrənməliyik. Təhsil, bir də təlim. Bax, buradan yazıram belə, hər iki silmirəm. Təhsil nədir, təlim nədir? Bax, bizim bugün birinci günümüzdür. Biz burada təhsilə gəlmişik, yoxsa təlimə? Təlimə gəlmişik. Təhsil, bax, mən sizə mövzuları göndərdim, PDF-ləri göndərdim, elə deyilmi? Bax, onu özünüz üçün öyrənirsinizsə, bu təhsildir. Artıq indi onu mənə qaytarırsınızsa, sual-cavabda iştirak edirsinizsə, dərsdə iştirak edirsə, bu təlimdir. Bir dənə o təhsillə təlimi qətiyyən unutmayın. Deməli, təhsil sadəcə olaraq uşaqlarda bilik və bacarıqların formalaşdırılması, təlim isə artıq bu bilik və bacarıqların həyata keçirilməsi. Burada təlimdə açar söz motivasiya olacaq. Yəni, motivasiyanın qurulması əsas götürülür. Təlimdə motivasiya qurulur, elə deyilmi? Təhsil uşaqlarda necə? Təhsil sadəcə olaraq bilik və bacarıqların öyrədilməsidir, formalaşdırılmasıdır. Amma təlim isə artıq onu mənə qaytarır uşaqlar. Onu mənə geri qaytarırlar. Uşaqlar, yəni təlimdə uşaqlar bildiyini geri qaytarırlar. Ay, sağ olun, geri qaytarırlar. Təhsildə? Təhsildə sadəcə bilik və bacarıqlar formalaşdırılır, təlimdə isə artıq öyrəndiklərini bizə geri qaytarırlar. Qaytarırlar. Əqli və fiziki qüsurlu uşaqların korreksiyasıyla məşğul olanlar necə adlanırdı? Əqli və fiziki nitq qüsurlu uşaqlarla isə logopeddir. Deməli, onu mənə belə hər dediyim, bax, mən gəlin diqqətlə qulaq asaq, sonra PDF göndərmişəm də, onsuz da izahlarla göndərmişəm. Onu evdə qeydlər apararsınız, olar mı özünüz üçün? Çünki diqqətlə qulaq asaq belə daha yaxşı olacaq. Deməli, defektolog əqli və fiziki qüsurlu uşaqların korreksiyası ilə məşğul olur, logoped isə nitq qüsurlu uşaqların korreksiyası ilə məşğul olanlardır. Təhsil müəssisəsi deyəndə nə başa düşürük? Məktəbə qədər təhsil müəssisəsi. Uşaqların ilk bacarığı. Ay, sağ olun, düzdür. Yəni, uşaqları hər tərəfli məktəbə hazırlayan müəssisədir. İnklüzivlik nə oldu? Bütün uşaqların birlikdə təhsil almasıdır. Ümumiyyətcə, necə olursa olsun, istər sağlamlıq imkanları məhdud olan uşaqlar. Yəni, biz birinci növbədə inklüziv təhsil deyəndə ilk ağlımıza gələn bizim sağlamlıq imkanları məhdud. Amma belə bir tərif yoxdur. Yəni, o sağlamlıq imkanları məhdud uşaqlar deyil, o bütün uşaqların birlikdə, bərabər təhsil almasıdır. Yəni, orada hər növ uşaq ola bilər, yəni, onun tərkibində. Uşaqlar haqqında məlumatların toplanması və dəyərləndirilməsi prosesi necə adlanır? Uşaqlar haqqında məlumatlar toplanılır və dəyərləndirilir. Bu qiymətləndirmə adlandırılır. Aydın oldu? Qiymətləndirmə. Sonra, orada əsas biz nəyi bilməliyik? Tərbiyəçi müəllim kimdir? Hə, dayə. Dayənin vəzifəsi nə oldu? Qulluq və nəzarəti həyata keçirən şəxsdir, düzdür. Bəs yaxşı, deməli, bir də qanuni nümayəndələr kimlər deyənə nə deyəcəyik? Qanuni nümayəndələr. İndi oxumalısınız. Yəni, uşaq nümayəndəsinə götürən şəxslər. Valideynlər. Birinci növbə valideynlər. İnnovasiyada açan söz nə oldu? İnnovasiya
inteqrasiyada açar söz nə oldu? Yenilik. Şimdi de öğrenen nelerdi? Nasıl uçuktu baştan? Termisi kıymetlendirmeden bütün okumuştuk onları. İndi bir də oxumaq lazımdır. Gələn dərsimizdə yeni öyrənmiş kimi olmayaq da inşallah. Qəşəng tez-tez sıfırdan başlayaq. Xeyirli olsun. Əsas bu iki mövzunun üzərində gələcək. Bir də səriştələrlə deyəcəm. İnkişaf sahələrini də deyəcəm. Buyur, da yazıram. Göndərmişəm amma, onu sizə göndərmişəm. Səriştələr. Öyrənən var mı səriştələrə? Yok. Bildiğim kadarıyla yanımda kaldı. Sahələri. Səriştələr, inkişaf sahələri. Tür fəaliyyət dəyərləndirmə. Təfəkkürlə bağlı olanlar. Təfəkkürlərdə yaradıcılıq, kreativlik, qələmlərimizmə, müstəqil öyrənmə, problem həll etmə, fəaliyyətdə də ünsiyyətdir, sonra yazan savadlılıqdır, sonra informasiya savadlılıqdır, maliyyə savadlılıqdır. Dəyərlərdə? Dəyərlərdə isə milli kimlik, fəal vətəndaş mövqeyi, ondan sonra Demokratiya və mədəni müxtəlifliyə hörmət, bir də şəxsi və sosial məsuliyyət. İndi gəlin inteqrasiyanın izahını verək, inteqrasiyadan danışaq. Amma gələn dərsimizdə inşallah hamısını bax belə, mən sual verəcəm, siz cavab verərsiniz. Yaxşı, inşallah. 4 mövzu əsasında, 4 mövzu. Hələ ikinci gündə çox var da, 6 bazarda. 4 mövzular olacaq. İndi yazıram. 4 mövzu göndərmişəm, qrupa da göndərmişəm, testlərini də göndərəcəm. Bu iki mövzunun testləri üzərində bugün işləyəcəyik. Amma yeni mövzu kimi inkişaf sahələri göndərmişəm amma. İnkişaf sahələri. Bir də səriştələr. Səriştələr. Bax, bu iki mövzu yenə deyirəm, bugünkü mövzumuz kimi, bugün öyrənəcəyik bu iki mövzunu. Amma inkişaf sahələrlə səriştələrdən gələn dərsimizdə qəşəng sual cavab edəcəm, bir də testləri verəcəm, evdə işləyərsiniz, burada əlavə testlər işləyəcəm inşallah. İndi keçək inteqrasiyaya. İnteqrasiyanın açar sözləri. Sadə mürəkkəbə doğru getməsi. İnteqrasiyanın neçə növü var idi? 2 növü. Ay, sağ olun. Nə göz oldu, bax belə. Amma bilirəm. Şarqoli üfüq. Amma gələn dərs belə olacaq da, bir-bir. Məsələn, deyəcəm, tutaq ki, Mətanət müəllimə sual verəcəm, sonra bir-bir belə. Necə dərsdə olur, dərsdə. Yerlərimizə köməkli eləyərlər. Dərsdə necə bir-bir ad çəkilir, səliqəli keçirlər, belə olacaq. İndi birinci gündə də bəzi səhvlərimiz ola bilər, üzrlə hesab eləyərsiniz. Yavaş-yavaş düzələcək inşallah. Deməli, şarquli inteqrasiya. Şarquli inteqrasiya, bax, yazaq. 2 yaş qrupu, 2 inkişaf sahələri. Ay, sağ olun. Şarquli inteqrasiya. İnteqrasiya. Bax, burada da yazaq üfüqü, bu inteqrasiyanın növləridir. Üfüqü. 2 yaş qrupu, 2 inkişaf sahələri üzrə əlavə inteqrasiya. Baxın, biz əsas testləri necə düşürük də? Bax, müxtəlif sözü düşəcək. İstər şarquli inteqrasiyada olsun, istər üfüqi inteqrasiyada olsun. Hər ikisində müxtəlif sözü olacaq. Müxtəlif. Bax, müxtəlif sözünü görən kimi testdə tez bir zamanda ya şarqulini, tez baxım şarqulini götürüb, tez üfüqünü götürüb, yox, belə eləməyəcək. Baxacaq, müxtəlif inkişaf sahəsi deyir, yoxsa müxtəlif qrup deyir. Əgər müxtəlif qrup deyirsə, müxtəlif qrup, bu olacaq şarquli inteqrasiya. Müxtəlif inkişaf sahəsi deyirsə, bu olacaq üfüqi inteqrasiya. Aha, bu nə deməkdir? Məsələn, tutaq ki, böyük qrupun tərbiyə, bax, hələ ki şarquli inteqrasiyanın izahını verirəm, bax, böyük qrupun tərbiyəçi müəlliməsiyəm. Gəlmişəm qrupa və deyirəm ki, uşaqlar, bugün bizim mövzumuz, yazırsınız,
Yazdınız yoxsa davam edək? Hə. Aha. Bugün tutaq ki, deyirəm ki, uşaqlar, biz bilirik ki, 5 dairəsində hesablama böyük qrupda öyrənirik də uşaqlar, elə deyilmi? 3 dairəsində hesablamadı da orta qrupda öyrənirik. Bax, gəlmişəm şifahi şəkildə. Deyirəm ki, uşaqlar, biz orta qrupda 3 dairəsində hesablama keçmişik. İndi isə 5 dairəsində hesablama keçəcək. Onların yadına salıram. Aşağı qrupu, məsələn, belə deyək də, bir dəqiqə. Böyük qrupdayam, böyük qrupda mən orta qrupdan onlara nümunə gətirirəm, yadlarına salıram, xatırladıram, aktuallaşdırmadan istifadə edirəm də. Mən deyirəm ki, bax, uşaqlar, biz bugün 5 dairəsində keçəcəyik. Amma siz bilirsiniz də, biz orta qrupda, yəni keçən il 1 yaş balaca olarkən 3 dairəsində keçmişik. İndi isə 5 dairəsində keçəcəyik. Bu artıq oldu şaquli inteqrasiya. Aydın oldu. Və yaxud da, bax, bir nümunə də gətirirəm. Tutaq ki, deyirəm ki, uşaqlar, məktəbə hazırlıq qrupunun müəlliməsiyəm. Şaquli inteqrasiyada deyirəm ki, uşaqlar, biz ağaclarla kolların fərqini böyük qrupda öyrənmişik. İndi gəlin ağacları öz tərkibinə görə öyrənək, kolları öz tərkibinə görə öyrənək. Yəni, yadlarına salıram da, sadəcə aktuallaşdırmadan istifadə edirəm. Bu şaquli inteqrasiyadır. Müxtəlif qrup inkişaf sahəsi, amma eyni inkişaf sahəsidir. Sadəcə onların yadına salıram. Bax, 5 dairəsində də öyrənsəm idraki inkişaf sahəsidir, 3 dairəsində də öyrənsəm idraki inkişaf sahəsidir. Mən evdə belə ucadan danışmağı öyrənmişəm, kursdan qolmaz olacaq. Deməli, böyük qrupda da 5 dairəsi idrakdadır, 3 dairəsi idrakda. Dəyişmədik ki, estetikaya getmədik ki, fizikiyə getmək idrakda qaldıq hər ikisində. Deməli, müxtəlif qrup, onların yadına salıram da, şifahi yadına salıram ki, bunu keçmişik, indi bunu keçirik. Yadlarına salıram. Bunu qeyd edin. İndi üfüqi inteqrasiyanı hesab verəcəm. Eyni qrup. Yenə də bu 5-i nümunə gətirəcəm. Yazın. Və belə ox işarəsilə gətirin. Müxtəlif inkişaf sahəsi, eyni qrup. Deməli, üfüqi inteqrasiyada yenə də mövzum 5 dairəsində hesablamadır. 5 dairəsində. 5-i uşaqlara keçdim. İndi soruşuram, bax sizdən soruşuram. 5-i tutaq ki, uşaqlara keçdim, öyrətdim, 5-ə qədər saydılar, hesabladılar. İndi mən neynəsəm o üfüqi inteqrasiya olar? 5-in mən hərəkətini 5-ə ay, sağ olun. Ay, sağ olun. Və yaxud da 5 rəqəmli plastirinlə işlətsəm, və yaxud da kəsib yapışdım. Ay, sağ olun, kəsib yapışdım. Gördünüz, heç bir qrupa getmədim də. 5-i, məsələn, keçmişəm böyük qrupda, böyükdə. Elə böyükdə də 5-in üzərində işləyirəm. 5-i kəsirəm, yapışdırıram. 5 dəfə siz demişkən, bax, fiziki hərəkətləri yerinə yetirirəm. Əl çalıram 5 dəfə. Yəni, mən başqa qruplara getmədim. Nə də ki, başqa bir mövzu götürmədim. Amma burada bir iş var. Müxtəlif, bax, müxtəlif dedim, bax, müxtəlif inkişaf sahəsi. Bax, 5-i hansı inkişaf sahəsində öyrədirik? Mükəmməl. 5-i hansı inkişaf öyrədirik? Ay, sağ olun. Bəs, ay, sağ olun. Gördünüz, müxtəlif inkişaf sahəsi. Ay, sağ olun. Əla. Və indi siz oxusaz, hamı oxusa gələn dərsə. 5 dairəsi idrakdır, 5 dairəsi. 5 idrakdır. 5, bax, 5 idrakdır. Plastirinlə işlədirəmsə estetikdir. Estetik. Kəsib yapışdırıramsa estetikdir. Hərəkətlə 5 dəfə əl çalıramsa fizikidir. Bəli. Fiziki. Bax belə. Və yaxud da ola bilər də hər hansı bir diyalog qururam uşaqlara. 5 rəqəmini öyrədəndə ünsiyyətdir də danışıramsa bu sosialdır. Aydın olur müəllimə? Həqiqət müəllimə, hə? Bax, necə dəqiqəs varsa bilin. Hələ ki, inkişaf sahəsindən səriştələrə baxmıram, gəlirəm. Yazın. Sonra bir də təkrar edərik inteqrasiyanı, sonra biraz test işləyərik.
Deməli, gəlin bir də deyək, inteqrasiyanın özündə açar sözlər nə oldu? Bax, yazdıqsa bunu. Əlaqə, təlimin asanlaşdırılması. Bəli. Bax, nəyə görə əlaqədir, nəyə görə təlim asanlaşır? Baxın, izah edirəm. Deməli, əgər 5-i mən keçirəmsə, keçdim uşaqlar, bax, 5 rəqəmi say kartında göstərirəm, budur. 5-in qonşuları, tutaq ki, 4 ilə 6-dır, öyrətdim. Bir dəfə öyrətdim, çıxdım, getdim. İnteqrasiya elədimmi mən orada? İnteqrasiya elədimmi? Eləmədim də. Orada nə təlim asanlaşacaq? Uşaqdır da, elə şifahi qulaq asacaq, çıxıb gedəcək. Amma mən onu gəl, uşaqlar indi əllərində plastikdən artıq 5-i düzəldirlər, uzunluğa, sağına, soluna. Deməli, burada nə etdim mən? Təlimi asanlaşdırdım. Ümumiyyətcə, inteqrasiyada 2 iş var. Mən desəm ki, tutaq ki, turpun nağılını, tərbiyəçi müəllimə turpun nağılını danışdı. Var mı burada inteqrasiya? Yoxdur. Bəs şəkillər üzrə danışdı? Var. Bəs sonra uşaqlarla bərabər turpun nağılındakı babanı təqlid etdilər, sujetli rollu oyunlardan istifadə etdilər? Orada Var. Bəli, var. Ya təlim asanlaşmalıdır da. Mən gəldim, quru-quru, ay uşaqlar, turpun nağılından danışdım, getdim, bu inteqrasiya deyil. Orada mən şəkillər götürüm, bu babadır, bu baba nənəni çağırdı. Ay sağ ol, belə eləyirəmsə artıq inteqrasiya təlim asanlaşdıracaq. İnteqrasiyadan yaxşıdır, bilirsiniz məncə. Hə? İnteqrasiyanın neçə növü oldu? Şaguli, üfüqi inteqrasiya. Şaguli inteqrasiya müxtəlif qrup, yoxsa müxtəlif inkişaf sahəsi olur? Qrup, inkişaf sahəsi isə eyni inkişaf sahəsi. Eyni inkişaf sahəsi. Ay sağ ol. Üfüqi inteqrasiya. Eyni qrup, Ay sağ olun, düzdür. Nuranə müəllimə, bir dənə cümlə gətirin mənə üfüqi inteqrasiya. Məsələn, özünüz keçdiniz hər hansı bir məşğələdir. Məşğələni keçin, sonra tətbiq etmə mərhələsindən istifadə edin. Bax, gigiyena qaydaları məşğələmdir mənim. Mənim məşğələm gigiyena qaydaları. Mən necə onu üfüqi inteqrasiya edim? Nə edeyim? Bax, danışıram uşaqlar, əllərimizi yumalıyıq da. Tez-tez əl sabunundan istifadə etməliyik. İndi nə edeyim mən orada üfüqi inteqrasiyada? Gedim, uşaqlarla bərabər əllərimi yuyum, dəsmaldan istifadə edeyim. Bu olur üfüqi inteqrasiya. Və yaxud da yol hərəkəti qaydalarından danışdım. Uşaqlar, bax, keçiddən istifadə etməliyik, işıqdan. Ay sağ olun. Bunu danışdım. Danışıb getdim mən. İnteqrasiya etdim mi? Yox. Etmədim. Amma neyləsəm inteqrasiya edərəm? İşıq düzəldərəm və yaxud da gəzintiyə çıxararam uşaqları, işıqforu göstərərəm, keçidi göstərərəm, onlarla bərabər yolu keçərəm. Aydın oldu. Qaranlıq qalan nəsə olmadı ki inteqrasiyada. Testlər işləyək mi?